Ağıllı adamlar söyüş. Kəmal, bu xəbəri mən təsdiqləmişəm. Redaktör da eləmişəm. Başa düşmədim. Necə yəni ağıllı adamlar söyüş? Ağıllı adamın zəkası o qədər olmalıdır ki, söyüşsüz təhqir eləməyi bacarsın. Elkin, nəysə ver xəbəri. Söyüş söymək ağıllı insanların əlamətidir. Elm adamlarının apardığı araşdırmalar maraqlı nəticələr ortaya qoyub. İnsanın danışıq tərzi, yuxu rejimi və hətta iş masasının səliqəsi onun intellekti ilə birbaşa əlaqəli ola bilər. Tədqiqatlar sübut edib ki, söyüş işlətmək yüksək intellektin əlamətidir. Belə insanların lüğət ehtiyatı daha geniş olur və onlar emosiyalarını daha dəqiq ifadə etməyə çalışır. Psixoloqlar qeyd edir ki, bu mədəniyyətsizlik yox, dilin ifadə imkanlarından maksimum istifadə istəyi ola bilər. Psixoloqlar həmçinin gec yatma vərdişinin də yüksək zəkadan xəbər verdiyini bildirib. Araşdırmalar göstərib ki, gecə yarısından sonra yatmağa öyrəşmiş insanlar daha yaradıcı düşünür. Minnesota Universitetinin alimləri isə sübut edib ki, iş masasındakı qarışıqlıq da yüksək intellektlə bağlıdır. Onların fikrincə, dağınıq mühit insanın ənənəvi qaydalardan azad edir və yaradıcılığı artırır. Psixoloq Kathleen Vox qeyd edib ki, ətrafdakı qarışıqlıq insanı qaydalardan uzaqlaşdırır. Bu isə yeni ideyaların yaranmasına şərait yaradır. Əksinə, mükəmməl səliqə yaradıcılıqdan çox qaydalara itaəti təşviq edir. Beləliklə, masanız dağınıqdırsa, gec yatırsınızsa və bəzən emosiyalarınızı açıq ifadə edirsinizsə, ola bilsin ki, beyniniz sadəcə daha fərqli və yaradıcı düşünür.